Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə birlikdə kanalımızın növbəti mövzu izahı olan tam cəbri ifadələr mövzu izahı ilə davam edirik. Uşaqlar, ilk olaraq sizinlə danışaq ədədi ifadələrdən. Ədədi ifadələr nədir? Ədədi ifadələr dedikdə, uşaqlar, əməl işarələrinin köməyi ilə əməl işarələri bilirsə, uşaqlar, toplama, çıxma, vurma, bölmə. Əməl işarələrinin köməyi ilə yalnız ədədlərdən düzələn ifadələrdir. Əməl işarələrinin köməyi ilə yalnızca ədədlərdən düzələn ifadələr ədədi ifadələr adlanır. Nümunə göstərək. Məsələn, mən buradan yaza bilərəm ki, 2 üstəgəl 3,5-də 2. Bu bir ədədi ifadədir. Düzdürmü? Məsələn, yaza bilərəm ki, 3 vurulsun, 3də 1 çıxılsın. Məsələn, 2,4-də 3. Bu da bir ədədi ifadədir. Aydındırmı? Yəni, yalnızca burada ədədlər iştirak edir. İndi isə sizinlə danışaq dəyişəni olan ifadələr. Dəyişəni olan ifadələr nədir? Dəyişəni olan ifadələr dedikdə isə, əgər ifadədə dəyişən iştirak edirsə, bu dəyişəni olan ifadədir. Əgər ifadədə dəyişən iştirak edirsə, dəyişəni olan ifadədir. Nə deməkdir bu uşaqlar? Dəyişəni olan ifadədir. Məsələn, x üstəgəl 3a böl 4. Bu bir dəyişəni olan ifadədir. Çünki burada x və a dəyişənlərdir. Ondan sonra, məsələn, yaza bilərəm ki, a vurulsun 5x minus y. Bu bir dəyişəni olan ifadədir. Ümid edirəm ki, başa düşmüşük uşaqlar. Yəni, ədədi ifadələr nə oldu? Əməl işarələrinin köməyi ilə yalnızca ədədlərdən düzələn ifadələrə ədədi ifadələr deyilir. Dəyişəni olan ifadələr isə, əgər ifadədə dəyişən iştirak edirsə, bu ifadə dəyişəni olan ifadədir. İndi isə tam cəbri ifadələrə keçək uşaqlar. Tam cəbri ifadələr nədir? İndi onlardan danışaq. Tam cəbri ifadələr nədir? Baxın uşaqlar, diqqətlə qulaq asın. Toplama, çıxma, vurma və sıfırdan fərqli ədədə bölmənin köməyi ilə yalnız demək, ədədlərdən və dəyişənlərdən düzələn ifadələrdir. Ədədlərdən və dəyişənlərdən düzələn ifadələr bizdə tam cəbri ifadələrdir. Yəni, toplama, çıxma, vurma və sıfırdan fərqli ədədə bölmənin köməyi ilə ədədlərdən və dəyişənlərdən düzələn ifadələrə biz tam cəbri ifadələr deyəcəyik. Tam cəbri ifadələrə nümunə göstərsək, nə dedik? Ədədlərdən və dəyişənlərdən. Yəni, ədəd də ola bilər uşaqlar. Məsələn, 5 deyə bilərik, 2 deyə bilərik, 3 deyə bilərik. Bu bir tam cəbri ifadədir. Ədəd və dəyişən bir yerdə ola bilər. Məsələn, 5 plus a. Bu da bir tam cəbri ifadədir. Aydındırmı? Məsələn, yaza bilərəm ki, a böl 3 plus b. Bu da bir tam cəbri ifadədir və s. Bunlar oldu tam cəbri ifadələr. Yəni, tam cəbri ifadələr nə oldu? Toplama, çıxma, vurma, bölmə və sıfırdan fərqli bir ədədə bölmənin köməyi ilə, düzdürmü? Ədədlərdən və dəyişənlərdən düzələn ifadədir. Yəni, ədəd də tam cəbri ifadəyə aid ola bilər, dəyişən ayrılıqda da tam cəbri ifadəyə aid ola bilər, ədədlə dəyişən bir yerdə də tam cəbri ifadəyə aid ola bilər. İndi isə uşaqlar sizinlə danışaq rasional ifadələrdən. Rasional ifadələr nədir? Rasional ifadələr məxrəcində dəyişəni olan ifadələrdir. Deməli, nə oldu? Məxrəcində dəyişən olan ifadədir. Dəyişəni olan ifadələrə biz rasional ifadələr deyilir. Məxrəcdəki dəyişən iştirak edirsə, o
rasional ifadə adlanır. Məsələn, yaza bilərəm ki, buradan 3A bölünsün, məsələn, x çıx 5. Bu bir dəyişəni, yəni rasional ifadəyə aid ola bilər. Niyə? Çünki məxrəcdə, yəni kəsrin aşağısında dəyişən iştirak edib. Məsələn, mən yaza bilərəm ki, buradan 4 bölünsün b. Bu bir rasional ifadədir. Sonra yaza bilərəm ki, buradan a kvadrat plus b böl b kvadrat plus c. Bu bir, məsələn, rasional ifadədir. Aydındırmı? Deməli, rasional ifadə nə oldu? Məxrəcində dəyişəni olan ifadəyə rasional ifadə deyildi. İndi isə uşaqlar sizinlə danışaq qüvvət və xassələrindən. Qüvvət və onun xassələri. Qüvvət və onun xassələri nələrdir? Uşaqlar hansılardır? İndi gəlin onlardan danışaq. Ümumiyyətlə, n natural üslü qüvvət nəyə deyilir? Hər hansı bir n böyükdür 1 olduqda, n burada sayı bildirir uşaqlar. N böyükdür 1 olduqda, hər biri a-ya bərabər olan, belə deyək, n dənə vurğun, n dənə özdə a vurğunun uşaqlar, n dənə a vurğunun hasilinə a-nın n natural üslü qüvvəti deyilir. N natural üslü qüvvəti deyilir. Nə deməkdir bu uşaqlar? Baxın, deyir ki, n birdən böyük olduqda, yəni a-nın sayı birdən böyük olmalıdır. Düzdürmü? Yəni bir dənə a olanda şu qüvvət kimi götürülmür. A-nın sayı birdən böyük olduqda, hər biri a olsun, yəni oradakı vuruqların hamısı a olsun, başqa bir ədəd olduqda şu qüvvət olmayacaq. Hər biri a-ya bərabər olan n dənə a vuruğunun hasilidir. Aydındırmı? Yəni mən buradan yazsam a vur və s. A, məsələn, burada n sayda var. Düzdürmü? N sayda varsa, bu olacaq a üstündə n. Aydındırmı? Bu oldu nə? Qüvvət və onun xassələri. İndi, daha doğrusu bu oldu qüvvət. İndi, mən məsələn yazsam 2 vur, 2 vur, 2 vur, 2 vur, 2. Neçə dənə 2 var? 5 dənə. Oldu 2 üstü 5. Düzdürmü? Burada 5 dənə 2 olduğuna görə oldu 2 üstü 5. 2 üstü 5 bizə 32 verir. Olsaydı 3 vur, 3 vur, 3 vur, 3. Neçə dənə 3 var? 4 dənə 3 var. Düzdür? Nə olacaq burada? 3 üstü 4. Nə verir bizə? 81 verir. Aydındır. İndi isə keçək qüvvətin düsturlarına. Qüvvətin düsturları nədir uşaqlar? Hansılardır? Biz sizinlə həqiqi ədədlər dərsinin ikinci hissəsində, ikinci video izahında bunun haqqında qısa danışdıq. İndi isə gəlin onun haqqında danışaq. Burada düsturlardan danışaq uşaqlar. Düsturlar. Birinci dedi ki, a üstü 0 1-ə bərabərdir. Yəni 0 üstündə bütün kəmiyyətlər 1-dir. Yəni 2 üstü 0 1-ə bərabərdir. 3 üstü 0 1-ə bərabərdir. Min üstündə 0 1-ə bərabərdir. A üstü 0 1, x üstü 0 1. Yəni hansısa bir ədədin, dəyişənin fərqi yoxdur. Nəyinsə üstündə 0 gördünüz, o 1-ə bərabər olacaq. Bu birinci qaydamız, xassəmiz. İkinci xassəmiz. A üstü 1 bərabərdir A. Burada 1 onun sayını bildirir. Yəni bir dənə A var, o da A-nın elə özünə bərabərdir. Yəni mən buradan yazsam ki 2 üstündə 1, 2 üstündə 1 elə 2-yə bərabərdir. Yazsam ki 3 üstündə 1 3-ə bərabərdir. Yazsam ki 4 üstündə 1 4-ə bərabərdir. Yazsam ki 5 üstü 1 5-ə bərabərdir. Aydındır mı? Ümid edirəm fikrimi çatdırmışam. Sonra A üstündə n vur A üstündə n. Uşaqlar, baxın, qüvvətdə bu hissələr əsaslardır. Bu hissələr nə adlanır? Əsaslar. Bunlar nə adlanır? Qüvvət. Qüvvət üstü adlanır. İndi, əsaslar əgər eyni olarsa, üstlər toplanır. A üstündə n plus n. Məsələn, 2 üstündə 3 vur 2 üstündə 5. Əsaslar eynidirsə, üstlər toplanır. Olur 2 üstündə 8. Məsələn, 3 üstündə 4 vur 3 üstündə 2. Əsaslar eynidir, üstlər toplanır. Olur 3 üstündə 6.
Yaxşı, bəs bunun bölməsində necə olacaq? A üstündə m bölünsün A üstündə n. Bölmə olarsa, bu zaman üslər çıxılacaq. Məsələn, nümunə göstərək. 2 üstündə 8 bölünsün 2 üstündə 3. Bizə nə verəcək? 2 üstündə 8 minus 3, yəni 2 üstündə 5. 2 üstündə 5 də bizə 32 verəcək. Bu oldu. Əgər əsaslar eyni olarsa, bölən zaman üslər çıxılacaq. Sonra A üstü m, onun da üstündə n. Uşaqlar, baxın, bu n gəlib bura vurulacaq. Olur A üstündə n vur n. Yəni, mən buradan yazsam ki, 2 üstündə 3, üstündə 2. Düzdür, mötərizənin üstündə 2. Olacaq 2 üstündə 3 vur 2. O da bizə verəcək 2 üstü 6. Ya da ki 2 üstü 4, üstündə 5. Nə olacaq? 2 üstündə 4 vur 5. Bizə verəcək 2 üstündə 20. İndi isə danışaq sizinlə növbəti xassədən. A üstündə mənfi n var uşaqlar. Əgər yadınıza saxlayın ki, birinci mənfi 1-dən danışaq. Əgər A üstündə mənfi 1 olarsa, bizə 1 bölünsün A-nı verir. Yəni, mənfi üstü kəmiyyətlər mənfi, yəni üslü qüvvət olanda, mənfi qüvvət olarsa, sənin ədədin tərsinə çevrilir. Ədədin nə olur? Tərsinə çevrilir. Məsələn, nümunə göstərək. 2 üstü mənfi 1 desə, bu bizə verəcək 1 böl 2. 3 üstü mənfi 1 desə, bizə verəcək 1 böl 3. 4 üstü mənfi 1 desə, bizə verəcək 1 böl 4. Fərqi yoxdur uşaqlar. Bəs A üstündə mənfi n desə, A üstündə mənfi n bizə 1 böl A üstündə n verəcək. Yəni, 2 üstündə mənfi 3 desə, uşaqlar 1 bölünsün 2 üstü 3 deməkdir. 2 üstündə mənfi 4 desə, 1 böl 2 üstündə 4 deməkdir. 3 üstündə mənfi 4 desə, 1 böl 3 üstündə 4 deməkdir. Yəni, mənfi üstü kəmiyyətlər nə edir? Ədədi tərsinə çevirir. Yəni, bu şəkildə bunu qeyd edəcək. Sonra biz bunu belə yazaq. Məsələn, A böl B üstündə n bizə nə verirdi? Həqiqi ədədlər dərsinə keçdik. Bu n həm A-ya aid olur, həm də B-yə aid olur. Yəni, olur A üstü n böl B üstü n. Yəni, mən buradan yazacağım ki, 3-də 2-nin üstü 4. Bu 4 həm bunun başına gəlir, həm də bunun başına gəlir. Olur 2 üstü 4 böl 3 üstü 4. Yəni, 2 üstü 4 bizə 16 verir, 3 üstü 4 də bizə 81 verir. Yaxşı, bəs indi mən bunu A böl B üstündə mənfi n kimi yazsam, bu zaman A böl B üstündə mənfi n bizə nə verəcək? Dedik ki, mənfi üstündə kəmiyyətlər onun tərsinə çevirir. Yəni, bu olacaq B böl A üstündə n. Yəni, mən buradan yazsam ki, 5-də 3 üstündə mənfi 2, bu mənfi üstü olduğuna görə 5 gedəcək yuxarı, 3 gələcək aşağı, bu 2 də müsbət olacaq. Sonra bu 2 həm bunun başına gələcək, həm 3-ün başına gələcək. Olur 5-in kvadratı böl 3-ün kvadratı, yəni 25 böl 9. Ümid edirəm ki, başa düşdük uşaqlar. Ondan sonra biz sizinlə danışaq nədən? Olsaydı əgər A vur B üstündə n. Baxın, yenə də n həm buna aiddir, həm də B-yə aiddir. Yəni, olur A üstü n vur B üstündə n. Məsələn, 2 vur 3 üstündə 4. Bu 4 həm bunun başına gəlir, həm də 3-ün başına gəlir. Olur 2 üstü 4 vurulsun 3 üstündə 4. Ondan sonra bunu vurub sadələşdirə bilərsiniz. Bu şəkildə də saxlaya bilərsiniz. Sizə verilən misaldan asılıdır uşaqlar. Və son olaraq biz sizinlə kök düsturuna nəzər salaq. N-ci dərəcədən A üstündə m. Bu da bizə verəcək A üstündə m böl n. Yəni, burada kökün dərəcəsi nədirsə, bu məxrəcdə yazılır. Ondan sonra A-nın qüvvətində olan ifadə isə sürətdə yazılır. Məsələn, nümunə göstərək. Yazıram ki, 3-cü dərəcədən 4 üstündə 2. Nə olur? 4 üstündə kökün dərəcəsi məxrəcdə yazılır, 4-ün qüvvəti sürətdə yazılır. Olsaydı əgər 5-ci dərəcədən 3 üstündə 7. Nə olacaq? Kökün dərəcəsi məxrəcdə yazılır, burada 3-ün qüvvəti isə sürətdə yazılmış olacaq. İndi isə uşaqlar, qüvvətlə bağlı növbəti qeydlərə baxaq. Hansı qeydlərdir bunlar? İlk olaraq biz deyə bilərik ki, əgər sənin A ədədin
yəni əsasın 1-dən böyükdürsə, düzdürmü? Əsasın 1-dən böyükdürsə, ədədin qüvvəti həmin ədədin özündən böyükdür. Əsasın 1-dən böyükdürsə, məsələn, A 2-dir. Düzdür? Əsasın 2-yə bərabər oldusa, bu zaman 2 üstü 3-ün 2-dən böyükdür. Çünki 2 üstü 3 8 edir. 8 həqiqətən də böyük olur 2-dən. Yəni, əsas ədədin özündən böyükdür. Ədədin özündən. Yəni, sənin əsasın əgər 1-dən böyük bir ədəddirsə. Ondan sonra, əgər sənin əsasın 0 ilə 1 arasındadırsa, yəni, əsasın 0 və 1 arasındadırsa, əsasın 0 və 1 arasındadırsa, o zaman sənin qüvvətin kiçik olur sənin ədədindən. Niyə? 0 ilə 1-in arasında olan ədədlər kəsr ədədlərdir. Məsələn, mən A-ya 2-də 1 deyirəm. Düzdürmü? Nə olur burada? Məsələn, 2-də 1-in kvadratı nə verir bizə? 4-də 1. Düzdür? Çünki kvadrat həm bunun başına gəlir, həm də bunun başına gəlir. İndi mən buradan 4-də 1 ilə 2-də 1-i müqayisə eləmək istəyirəm. Çünki mənim A-m burada 2-də 1-dir. Biz adi və onluq kəsirlər dərsində izah eləmişdik ki, əgər iki kəsirin sürətləri bir-birinə bərabərdirsə, bu zaman məxrəci kiçik olan kəsir böyük olur. Yəni, sürətlər bərabərdir. Hər ikisinin sürətində nə var? 1 burada da var, orada da var. Düzdür? Bu zaman məxrəci kiçik olan, sənin məxrəci kiçik olanın hansıdır? 2. Onda bu kəsir daha böyükdür. Və bu da sənə ona deyir ki, baxın, bu bizdə A üstü N-dir. Bu da bizdə A-nın özüdür. Həqiqətən də A üstü N A-dan kiçik oldu. Başqa bir nümunə göstərək. Məsələn, A-n olsun 3-də 1. Yəni, 0 ilə 1-in arasında olan bir kəsir ədəd dedim. Məsələn, 3-də 1-in kubu. Düzdürmü? Onun qüvvəti deyirəm də mən. Bizə nə verir? Bax, 1-in kubu böl 3-ün kubu. O da eləyir 1 böl 27. Ədədin qüvvəti, yəni A üstü N-in budur, A-n da budur. Sənə deyirdi ki, bu A üstü N kiçikdir A-dan. Gəl, yerinə qoyub yoxlayaq. A üstü N 1 böl 27-dir. Bu da 1 böl 3-dür. Düzdürmü? Dedi ki, əgər sürətlər bərabər olsa, məxrəci kiçik olan böyük olur. Təbii ki, burada məxrəci kiçik olan 3 olduğuna görə, 3-də 1 kəsir olduğuna görə bu tərəf daha böyük olmuş olacaq. Ümid edirəm ki, başa düşdük. İndi isə sizinlə danışaq, əgər sənin ədədin -1 kiçikdir A, kiçikdir 0, yəni mənfi kəsir ədəddirsə, mənfi kəsir ədəddirsə, əgər sənin ədədin mənfi kəsir ədəddirsə, o zaman A üstü N A-dan böyük olur. Yəni, sənin qüvvətin ədədin özündən böyük olur. Məsələn, nümunə göstərək. -1 ilə 0 arasındadırsa, A-ya deyirəm -2-də 1. Düzdürmü? İndi mən burada A-nın üstündə N, yəni bir qüvvət yazıram. Yazıram -2-də 1-in kvadratı. Biz dedik ki, cüt dərəcə olarsa, mənfi müsbətə çevrilir uşaqlar. Düzdürmü? -2-də 1-in kvadratı nə verir? Müsbət 4-də 1. İndi mən bunları müqayisə etsəm, bu bizdə A üstü N-in qiymətidir. Bu da bizdə A-nın qiymətidir. Düzdür? İndi burada təbii ki də nə qədər böyük olursa olsun, müsbət ədəd mənfi ədəddən həmişə böyükdür. Yəni, mənfi ədəd nə qədər böyük olursa olsun, müsbət hər zaman mənfidən böyük olur. Yəni, 4-də 1 -2-də 1-dən böyükdür. Aydındırmı? Bu oldu belə. Ondan sonra danışaq sizinlə bir hədlidən. Bir hədli nədir? Bir hədli. Bir hədli dedikdə ədəd ola bilər, dəyişən ola bilər, ədəd, dəyişən və ya onların natural üslü qüvvətlərinin hasili, onların natural üslü qüvvətlərinin hasilindən ibarət olan ifadədir. Ədəd dəyişən və onların natural üslü qüvvətinin hasilindən ibarət olan ifadə bizdə bir hədli adlanır. Uşaqlar, bir hədli dedikdə, dedik ki, ədəd ola bilər. Düzdürmü? 5. Bir hədlidir. Baxın, ədəd bir hədli ola bilər. Dəyişən
bir hədli ola bilər. Ədədlə dəyişən bir yerdə 5x. Bu da bir hədlidir. Onların natural üslü qüvvəti, məsələn, x kvadrat bir hədlidir. Düzdürmü? Yaza bilərəm buradan 5-də 3x. Bu da bir hədlidir. Düzdürmü? Ədəd ola bilər, dəyişən ola bilər və onların natural üslü qüvvətlərinin hasilindən ibarət olan ifadə bir hədlidir. Yaxşı, bəs hansı halda biz bir hədli götürə bilmirik? Əgər səndə, baxın uşaqlar, bunu xüsusi olaraq qeyd edin. Əgər mənfi üslü qüvvət olsa, yəni qüvvətdə iştirak edən ədəd mənfi olarsa, ondan sonra məxrəcdə dəyişən olarsa və bunu da qeyd edək, 2 dənə daha var. Qüvvət kəsr ədəd olsa, qüvvət nə olsa, kəsr ədəd olsa, bu bir hədli deyil. Ondan sonra arasında toplama çıxma işarəsi olarsa, belə deyək, arasında toplama və çıxma olarsa, bu bir hədli deyil. Bunu belə yadda saxlayın uşaqlar. Bir hədli deyil. Bir hədlər hansılardır? Baxın bunlar. Gül kimi qalıblar kənarda. Düzdürmü? Bunlar bir hədlidir. Amma hansılar bir hədli deyil? Mənfi üslü qüvvət bir hədli deyil. Məsələn, x üstündə mənfi 3 bir hədli deyil. Məxrəcdə dəyişən olsa 2a böl b. Bu bir hədli deyil. Qüvvət kəsr ədəd olsa x üstündə 2-də 1. Bu bir hədli deyil. Aydındırmı? Ondan sonra belə də yaza bilərsən ya da x üstündə 1,5 də yaza bilərsən. Fərqi yoxdur. Yəni kəsr ədəddirsə bu bir hədli deyil. Arasında toplama çıxma işarəsi olarsa 3x plus minus 1,5 tutaq ki a. Bu bir hədli deyil uşaqlar. Aydındırmı? Yəni bunları yadda saxlayın. İndi isə gələk sizdən danışaq bir hədlinin standart şəkli nədir? Standart şəkil nəyə deyilir? İndi onlardan danışaq. Standart şəkil deyəndə nə başa düşülür? Standart şəkil. Standart şəkil deyəndə uşaqlar, birinci vuruğu ədəd olmaqla, birinci vuruğu ədəd olmaqla müxtəlif dəyişənlərin natural üslü qüvvətlərinin hasilindən ibarət olan ifadə bir hədli adlanır. Deməli, nə oldu bir hədli? Birinci vuruğu ədəd olmaqla müxtəlif dəyişənlərin natural üslü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə biz bir hədli dedik. Nümunə göstərək uşaqlar. Daha doğrusu standart bir hədli dedik. Nümunə göstərək. Standart şəklə nümunə götürəcəm. Bir də standart olmayan şəklə. Standart bir hədliyə, bir də standart olmayan bir hədli. Standart olmayan. İndi standart bir hədli dedikdə burada mən yazacağım 3 a kvadratı b x-in kubu. Bu standart bir hədlidir. Çünki orada başqa bir eyni vuruq yoxdur. A kvadratlar bir yerdədir, a'lar bir yerdədir, b'lər bir yerdədir, x-lər bir yerdədir. Yəni səpələnmiş formada deyil. Standart olmayan bir hədli nədir? 3a, məsələn, b vur 4 x kvadratı, tutaq ki, vur a, bir də b kubu. Bax, uşaqlar, bu standart deyil. Niyə standart deyil? Çünki ədədlər bir yerdə deyil. Bax, 3 bir tərəfdədir, 4 bir tərəfdədir. Düzdürmü? A'lar bir tərəfdə, hərəsi ayrı tərəfdədir. Məsələn, A buradadır, A buradadır. Düzdürmü? Onları bir yerə yığmaq lazımdır. Sonra nə var burada? B buradadır, B kubu buradadır. Yəni, bu artıq standart hal deyil. Burada hər şey səpələnmiş formadadır. Ona görə də biz bunu standart bir hədli götürə bilmərik. Aydındırmı? İndi isə
Biz keçək sizinlə əmsal nəyə deyilir? Əmsal odur ki, standart bir hədlidə hərfi vuruqlardan əvvəl gələn ədədi vuruqdur. Nə oldu deməli? Standart bir hədlidə hərfi vuruqlardan əvvəl gələn ədədi vuruq əmsal adlanır. İndi bunu yığaq. Ədədi vuruqdur. Bunu qeyd edək. Məsələn, mən yazsam buradan 3a kvadratı b kubu x üstündə 4. Baxın, hərfi vuruqlar a kvadrat b kubu x üstü 4-dür. Diqqətlə baxın. Onlardan əvvəl gələn ədədi vuruq isə 3-dür. Deməli, bu ifadənin əmsalı 3-ə bərabərdir. Aydındırmı? Məsələn, mən yazsam buradan 12 x kvadratı y kubu z üstündə 4. Bunun əmsalı nəyə bərabərdir? Bunun əmsalı 12-yə bərabərdir. Aydındırmı uşaqlar? İndi isə sizinlə danışaq bir hədlinin qüvvəti. Bir hədlinin qüvvəti nəyə deyilir? Bir hədlinin qüvvəti dedikdə uşaqlar, bir hədlidə dəyişənlərin üstlərinin cəmidir. Bir hədlidə dəyişənlərin üstlərinin cəmi bir hədlinin qüvvəti adlanır. Məsələn, yazsam ki, buradan 2x kvadratı y kubu z üstü 4. Burada bir hədlinin qüvvəti nə olacaq? Baxın, xüsusilə qeyd eləmişəm burada. Dəyişənlərin üstlərinin cəmi. Məsələn, mən buradan götürüb üstləri toplayacağam. 2 üstəgəl 3 üstəgəl 4 bizə nə verdi? 9. Ta ki, sizi çaşdırmaq üçün belə bir misal verə bilər. 2-nin kubu x üstü 4, y üstü 5, z üstündə 7. Götürüb də bu 3-ü də bura qatmayın ha uşaqlar. Baxın, bunu görürsünüz. Bunu yazmaq olmaz. Götürüb uşaqlar bəzən çaşır. Onu da yazır onun arasına. Götürür yazır 3 o da 4, 7 o da 5, 12 o da 7, 19. Deyir ki, hə müəllim, bunun qüvvəti 19-dur. Xeyr uşaqlar. Burada dəyişənlərin üstlərinin cəmi olmalıdır. Yəni, dəyişənlər bizdə hansılardır? Bax, x üstü 4, y üstü 5, z üstü 7. Nə olacaq onda burada? 4 plus 5 plus 7. Yəni, o da bizə nə verdi? 16 verdi. Deməli, bizim bir hədlinin qüvvəti ya da bir hədlinin dərəcəsi nəyə bərabərdir? 16-ya bərabərdir. İndi, yaxşı, bəsə ədəd versə, məsələn, desə ki, məsələn, 17. Deyir ki, 17-nin qüvvəti neçədir uşaqlar? Burada avtomatik 0 yazırsınız. Aydındırmı? Yəni, bunun qüvvəti bizdə hökmən orada dəyişən iştirak etməlidir ki, biz orada qüvvət götürə bilək. İndi isə danışaq sizdən oxşar bir hədlidir. Oxşar bir hədlilər. Oxşar bir hədlilər dedikdə, burada nə nəzərdə tutulur? Yalnız əmsalları ilə fərqlənən bir hədlərdir. Deməli, nə oldu? Yalnız əmsalları ilə fərqlənən bir hədlilərə oxşar bir hədlilər deyilir. Yalnız əmsalları ilə fərqlənən nə deməkdir? Ta ki, buradan yazıram 3x kvadratı y kubu, buradan da yazıram 5x kvadratı y kubu. Baxın, bu oxşar bir hədlidir. Çünki bunun əmsalı 3-dür, bunun əmsalı 5-dir. Qalan hər şey eynidir. Ona görə də bunlar necə bir hədlilərdir? Bunlar oxşar bir hədlilərdir. Məsələn, mən yazsam buradan 4a kubu tutaq ki, b. Buradan da yazıram 7a kubu b. Hər ikisinin baxın, a kubu b burada da var, a kubu b burada da var. Düzdürmü? Fərqli olan nədir burada? Burada 4, burada da 7. Yəni, yalnızca bir-birindən əmsalları ilə fərqləndir. Yəni, yalnız əmsalları ilə fərqlənən bir hədlilərə biz oxşar bir hədlilər deyirik. İndi isə danışaq sizinlə əks bir hədlilər. Əks bir hədlilər nədir? Bir-birindən işarəsi ilə fərqlənir. Nə ilə fərqlənir? Bir-birindən işarəsi ilə fərqlənir.
Bir-birinin işarəsi ilə fərqlənir deyəndə nə nəzərdə tutulur? Yəni biri müsbətdir, biri mənfidir. Qalan hər şey eynidir uşaqlar. Məsələn, mən buradan 3x kvadratı y yazsam, digəri nə olacaq? Mənfi 3x kvadratı y. Yəni bunlar əks bir həddilərdir. Mən buradan yazsam ki, 4a kubu b, bu olacaq mənfi 4a kubu b. Yəni bunlar necə bir həddilərdir uşaqlar? Əks bir həddilərdir. Əks bir həddilər də nədir? Yalnızca bir-birindən işarəsi ilə fərqlənir. Aydındırmı? Deməli, bunlar oldu əks bir hədlər. Ümid edirəm ki, başa düşdü. İndi isə keçirik sizinlə uşaqlar, çoxhədli nədir? Çoxhədli nəyə deyilir? Çoxhədli. Əgər, belə deyək, bir hədlilərin cəbri cəmidir. Deməli, bir hədlilərin cəbri cəminə biz nə deyəcəyik? Çoxhədli deyəcəyik. Bir hədlərin cəbri cəminə çoxhədli deyilir. Məsələn, mən çoxhədlini yaza bilərəm. Yəni, aşağıda tutaq ki, nümunə göstərəcəm. Çoxhədli olana və çoxhədli olmayana. Müəllim, nə zaman biləcəyik bu çoxhədlidir? Nə zaman biləcəyik bu çoxhədli deyil? Uşaqlar, fikir verin. Dedik axı, burada bir hədlərin cəbri cəmi olmalıdır. Yəni, ifadədə ki, o iştirak edənlər hamısı bir hədlidirsə, o çoxhədli olacaq. Bir hədli olmayanlar ki, bayaq sizə bunun izahını verdik, hansı halda bir hədli olmur, onların qeydini apardıq. Baxın, o artıq çoxhədli olmayacaq. Nümunə göstərək. Məsələn, 3x kvadratı y üstəgəl 5ab üstəgəl 4. Baxın, burada heç bir problem yoxdur. Buradakıların hamısı bir hədli olduğuna görə bunların cəmi də bizə çoxhədli verəcək. Aydındır. Amma mən buradan yazsam 3x kvadratı böl y üstəgəl 5a üstü mənfi 1b plus 4 yazsam, artıq bu çoxhədli deyil uşaqlar. Çünki biz demişdik ki, bir hədlidə məxrəcdə dəyişən ola bilməz. Düzdürmü? Mənfi üstü qüvvət ola bilməz. Ona görə də bunlara diqqət edirik. Bu artıq çoxhədli deyil. Bu artıq çoxhədli deyil. Yaxşı. İndi isə sizinlə çoxhədlinin standart şəklinə baxaq. Standart şəkilli çoxhədli nəyə deyilir? Standart şəkilli çoxhədli. Standart şəkilli çoxhədli nəyə deyilir uşaqlar? İndi ona baxaq. Əgər, belə deyək, çoxhədlinin hər bir həddi standart şəkildədirsə, hər bir həddi standart şəkildə olan çoxhədlidir. Hər bir həddi standart şəkildə olan və heç bir oxşar həddi olmayan, çoxhədlidir. Heç bir oxşar həddi olmayan çoxhədliyə standart şəkilli çoxhədli deyilir. Nə deməkdir bu uşaqlar? İndi ona baxaq. Hər bir həddi standart şəkildə olan. Məsələn, mən buradan yazsam ki, nümunə göstərək. 2x kvadratı üstəgəl 3ab plus 5. Baxın, burada heç bir oxşar hədd yoxdur. Bu standartdır. Yaza bilərəm ki, 7a üstü 5 plus 7. Bunlar nədir? Bunlar standart şəkildir. Amma standart olmayan hansı halda olur? Məsələn, mən yazsam ki, 2x kubu plus 3x kvadratı plus 4x kubu plus 7. Baxıram ki, burada 2x kubum var, burada da 4x kubum var. Düzdür? Burada nə var? Oxşar hədlər var. Ona görə bu standart deyil. Mənə standart hal nə zaman olacaq? Əgər heç bir ortaq, belə deyək, oxşar bir vurğu olmasın. Başa düşdükmü? Yəni, heç bir oxşar bir hədlə orada iştirak etməsin. Bu standart deyil. Yaxşı. Çoxhədlinin dərəcəsindən danışaq uşaqlar. Çoxhədlinin dərəcəsi nədir? Çoxhədlinin dərəcəsi. Çoxhədlinin dərəcəsi dedikdə, uşaqlar, yadınızda saxlayın ki, standart şəkilli çoxhədlidə, standart şəkilli çoxhədliyə daxil olan, standart şəkilli çoxhədliyə daxil olan bir hədlilərin
ən böyük dərəcəsidir. Yəni, sənin çoxhədlin standart haldadır. Heç bir oxşar həddi yoxdur. Yəni, hamısı bir-biri ilə yığılıb, düzdürmü? Ora daxil olan bir hədlərin ən böyük dərəcəsi bizdə çoxhədlinin dərəcəsidir. Çoxhədlinin dərəcəsi adlanır. Çoxhədlinin dərəcəsi adlanır. Nümunə göstərək uşaqlar çoxhədlinin dərəcəsinə. Məsələn, mənim çoxhədlim 5x kubu y plus 3x y plus 5. Uşaqlar, baxın. Bunun dərəcəsi nədir? Bunun başında 1 var. Oldu 4. Bunun dərəcəsi nədir? 2. Bunun dərəcəsi 0. Bura ən böyük daxil olan dərəcə hansıdır? 4. Ona görə də bizim çoxhədlinin dərəcəsi nə oldu? Çoxhədlinin dərəcəsi 4 oldu. Çoxhədlimizin dərəcəsi 4 oldu. Ondan sonra başqa bir nümunə yazaq. Məsələn, desək ki, 2a kubu b üstündə 4 plus 3a kvadratı b kubu plus 3x kvadratı y plus 7. Baxın uşaqlar, burada dərəcə nədir? 7. Niyə? 3-dən 4-ü topladıq. Düzdür? 3-dən 4-ü topladıq, 7 verdi. Burada dərəcə nədir? 5. 2-dən 3-ü topladıq. Burada dərəcə nədir? Baxın, 2 üstə gəl 1. Neçə elədi? 3. Burada dərəcə nədir? 0. İndi bu çoxhədliyə daxil olan bir hədlərin ən böyük dərəcəsi dedik. Düzdür? Ən böyük dərəcə nədir burada? 7. Ona görə də bizim də çoxhədlinin dərəcəsi 7 olmuş olacaq. Aydındırmı? Sonra biz sizinlə danışaq nədən? Tutaq ki, sizə px bərabərdir. Tutaq ki, a0 x üstündə n. Düzdür? Üstə gəl a1 x üstündə n minus 1. Üstə gəl a2 x üstündə n minus 2. Üstə gəl və s. an şəklində bir çoxhədli verilib. Düzdürmü? Sizə desə ki, bunun əmsalları cəmini tap. Düzdür? Uşaqlar, əmsalları cəmini tapanda dəyişənlərin yerinə 1 deyirsiniz. Yəni, x-in yerinə 1 qoyub hesablayırsınız. Bu da bizə verir a1 plus a2 plus və s. an. Deməli, əmsalları cəmində nə edirsiniz? Dəyişənlərin yerinə 1 qoyursunuz. Sizə desək ki, əgər buradan sərbəst həddi tap, sərbəst həddi də tapanda dəyişənlərin yerinə 0 qoyursunuz. Baxın, burada dəyişən iştirak etməyən yeganə hədd a-n'dir. Ona görə də bunların hamısı 0-a gedəcək. Hamısı 0-a getdikdən sonra nə qalacaq orada? Sadəcə a-n'in özü qalacaq. Yəni, a-n'ə bərabərdir. Daha doğrusu a-n'ə üstün yazdım. A-n'ə bərabər olacaq. Nümunə göstərək. Məsələn, mən deyirəm ki, buradan px bərabərdir 6x kvadratı plus 4x plus 2. Düzdür? Sənə desək ki, bunun, məsələn, əmsalları nədir? Bunun əmsalları, uşaqlar, əmsallar olacaq 6, 4 və 2. Düzdürmü? Desək ki, sizə əmsalları cəmi olacaq. Burada yerinə 1 qoyacaqsınız da. P1 bərabərdir. 6 vur 1-in kvadratı, üstə gəl 4 vur 1 plus 2. Bu da bizə verir 12. Desək ki, əgər sizə buradan bunun sərbəst həddini tap. Sərbəst həddində isə dəyişənlərin yerinə 0 qoyursunuz. 6 vur 0-ın kvadratı, üstə gəl 4 vur 0, üstə gəl 2. Bu da bizə verdi 2-ni. Bu da oldu bizə çoxhədlində aid bir qeyd. İndi keçirik növbəti bir qeydə. Növbəti bir qeydimizdə nədir uşaqlar? Tutaq ki, ax çoxhədlisinin dərəcəsi ax çoxhədlisinin dərəcəsi p-dir. Bx çoxhədlisinin dərəcəsi bx çoxhədlisinin dərəcəsi isə q-dur. Düzdür? Ax çoxhədlisinin dərəcəsi p-dir. Bx çoxhədlisinin dərəcəsi q-dur. Əgər sizə desək ki, ax vurulsun bx çoxhədlisinin
AX vurulsun BX çoxədlisinin dərəcəsi. Düzdür? Uşaqlar, bunları vurduğumuz zaman alınan çoxədlinin dərəcəsi həmin çoxədlilərin ayrı-ayrılıqda dərəcələri cəminə bərabərdir. Yəni P plus Q-ya bərabərdir. Əgər olsaydı ki, AX vurulsun BX tutaq ki, üstündə Q, daha doğrusu N olsaydı, bu AX-in dərəcəsi P-dir. Buna dəymirəm. Qalır öz yerində. Bu BX-in dərəcəsi də Q idi. Bax, üstündəki N-i görürsünüz. Bunu vurursunuz N-ə. Olur P üstə gəl, Q vurulsun N. İndi nümunə yazacaq, tam aydın olacaq uşaqlar. Olsa əgər sizdə belə. AX üstündə N olsun, vurulsun, BX üstündə M olsun. Bu, AX-in dərəcəsi P-dirsə olur N vur P, BX-in dərəcəsi Q-dursa olur N vur Q. Vəssalam, N vur P plus N vur Q. Nümunə göstərək. Məsələn, deyir ki, sənə x kubu plus 7-nin üstündə 4 vurulsun. X kvadratı plus 3x plus 5 üstündə 7. Sənə deyir ki, buradan bunun dərəcəsini tap. Bu ifadənin dərəcəsini tap. Təbii ki, sən 4-cü dərəcəyə qaldıra bilməzsən, 7-ci dərəcəyə heç qaldıra bilməzsən. Qalıb sualın üzrə baxacaqsan. Xeyr, təbii ki də. Burada nə edəcəyik uşaqlar? Birinci biz burada bizə verilən çoxhədlinin, yəni bu içindəkinin dərəcəsini tapmalıyıq. Bu içindəkinin dərəcəsini bilməliyik. Burada x-in üstündəki dərəcə nədir? 3. Düzdür? Burada 7-nin daha dəyişəni olmadığına görə bu çoxhədlinin dərəcəsi 3-dür. Bu çoxhədlinin dərəcəsi nədir uşaqlar? Baxın, burada x-in üstündə 2-dir, burada x-in üstündə 1-dir, yazılmayıb. Ən böyük dərəcə burada 2 olduğuna görə bunun da dərəcəsi 2 oldu. İndi buradan alınan hasilin dərəcəsi necə olacaq? Baxın, burada bunun dərəcəsi neçədirsə, onun qüvvətinə vuracaqsan. Plus digərində də bunun dərəcəsi neçədirsə, qüvvətinə vurub toplayacaqsınız. Yəni 3-ü 4-ə vuracaqsınız. Üstəgəl 2-ni 7-yə vuracaqsınız. 3 dəfə 4 12, 2 dəfə 7 14, 12 o da 14 eləyir 26. Deməli bu çoxhədlinin dərəcəsi bizə 26 vermiş olacaq. Dərsimiz bu qədər uşaqlar. Növbəti video izahda inşallah müxtəsər runa düsturları haqqında danışacağıq.